Heydər bəy, bir də sual var. 44 günlük müharibədə Onda bunu verir. o suallar məndə də var. Elə o sualları verəcəm inşallah. 44 günlük müharibədə qələbə çalan Azərbaycan Çin müqaviləsinin bağlanmasındadırmı qələbə çala biləcək? Bəli, mən də onu başa düşməmişəm. Deyirəm, 44 günlük müharibədə qələbə çalan Azərbaycan bağlanılan sülh müqaviləsinin özündə də başa düşdüm. Siz demək istəyirsiniz ki, belə bir məşhur söz var. Türklər həmişə meydanda qalib gələrlər, masada uduzarlar. Şükür Allaha bizim bu dəfəki komandanımız indi o hərb sahəsindən daha çox masada qalib gələnlərdən. İnşallah. Yəni o hərb sahəsində də qalib gəldi. Hərb sahəsində qalib gəlməsində təbii ki, başqalarının da rolu var da. Deyək, bizim ordumuzun, əsgərimizin, igidliyinin böyük rolu var. Amma məhz masada İlham Əliyev öz hünərini göstərdi. Dəfələrlə çıxış elədilər, bilirsiniz ki, o Münxen toplantısında Paşinyanla görüşdü və debat elədilər və o debat nəticəsində hətta ermənilər də dedilər ki, Paşinyan İlham Əliyevə uduzdu. İlham Əliyev siyasəti bilən adamdır. İlham Əliyev diplomatiyanı da bilən adamdır. Yaxşı da diplomatdır. Oranın məktəbini qutarıb. Məsələ o beynəlxalq münasibətlər. Beynəlxalq münasibətləri qutarıb, orada dərs deyib, nə qədər diplomat yetişdirib. Yəni o elə belə adam deyil. Mən hesab edirəm ki, İlham Əliyevin o bir komandan kimi maharətindən daha çox bir diplomat kimi maharəti üstündür. Ona görə mənim o təhlükə haqqında fikirləşmirəm. Bizim o təhlükəmiz yoxdur. Qanunu deyilmir. Siz necə başa düşürsünüz bu Gültəkin Hacıbəylinin deportasiya məsələsi? Baxın, Türkiyə elə bir ölkədir ki, orada qanun, həqiqətən qanunun alıyı qorunur. Niyə? Orada çünki bir dövlət gələnəyi var. O dövlət gələnəyi özü təkcə bu Türkiyə dövlətindən yaranan bir şey deyil. Türkiyə dövlətindən əvvəl bilirsiniz ki, o Osmanlı dövləti idi. Osmanlı dövləti qanun üzərində qurulmuşdu. Qanun həmişə Türkiyədə şah olubdu. Qanun həmişə Türkiyədə hər şeydən üstün olubdu. Mən hesab edirəm ki, Türkiyə bu günləri Avropa ölkələri içərisində də qanuna ən çox əməl edən, qanuna itaət edən bir ölkədir. Yəni sözün həqiqi mənasında. Bu da təkcə onun demokratik anlayışından gəlmirdi. O dediyim kimi, o bir imperiya mərkəzi olubdu. İmperiya mərkəzi kimi də qanunlar, yəni imperiyaları həmişə qanunlar idarə edirlər. İmperiyaların qanunlarla öz o siyasətlərini yürüdüblər və mən hesab edirəm ki, o Türkiyə kimi formalaşmasında o Osmanlı ənənələrində çox mühüm bir rolu vardı. Türkiyə həmişə qanunlara riayət edib, qanunlardan çıxış edibdi və Gültəkin Hacıyeva məsələsində də qanunların verdiyi, biz o qanunları bəyənməyə bilərik, amma o qanunların bəzi tələbləri vardı və o tələblərdən çıxış edir Türkiyə. Məsələ, bilirsiniz ki, Gültəkin Hacıyevanın özü də, Hacıbəylinin özü də, indi biz də onun o tanıtımına hörmətlə yanaşmalıyıq. Həm də Hacıbəyli indi daha çox türk sözüdür. Gültəkin Hacıbəylinin özü də ehtiraf edirdi ki, məni bura gətiriblər, burada saxlayırlar, bu məhkəmələrim olacaq, bu məhkəmələr nəticəsində müəyyən qərarlar veriləcək. Əgər məhkəmə olursa, baxın, dərhal Azərbaycana təhvil vermiş ki, bu məhkəmə olur, məhkəmə prosesində onun şikayətlərinə baxılır və Türkiyədə o hüquq mühafizə orqanları var, o hüquq müdafiəçiləri, çox güclü hüquq müdafiəçiləri var, Avropa İttifaqının Türkiyə üzərində nəzarəti güclüdür. Bir dənə o Gültəkin Hacıbəyliyə görə Avropa İttifaqının tənqidlərini qəbul edəcək ölkə deyil Türkiyə. Türkiyə həmişə elə şeylərə həssas yanaşıbdır və hər şeyi qanun çərçivəsində həll etməyə çalışıbdır. Mən hesab edirəm ki, Gültəkin Hacıbəylinin məsələsinə də qanun çərçivəsində baxırıq. Bunu Gültəkin Hacıbəylinin özü də inkar eləmir. Deyir ki, o çıxışlarında elə deyir, məsələ. Deyir ki, qanuna görə məni bir 15 gündən sonra mərhum təhvil verməlidirlər. Bunların hamısını özü izah edir. Deməli, bunun işinə qanuni baxırlar. Burada bir problem yoxdur. Hətta qanun ədalətlidirmi, ədalətsizdirmi, Türkiyə Gültəkini təhvil verməlidirmi, verməməlidirmi? Bu mübahisənin başqa tərəfidir.
Məhkəmə hüquq stol üstündə həll olmalıdır. Bu təbii onu məhkəmə qərar verməli. Türkiyədə mən onu deyim ki, hətta prezidentin belə iradəsinə xilaf gedən məhkəmə qərarları olub, həmişə olubdur, həmişə var və həmişə də olacaqdır. İndi Gültəkinə də yəni elə olmalıdır. Amma indi yəni hətta qanunsuzluqları eləsələr belə o belə deyək qanun çərçivəsində də, yəni qanunların imkan verdiyi çərçivəsində eləyirlər. Amma Gültəkin Hacıyevanın bir xüsusiyyəti açığın deyim, indi o cinayəti eləyib, eləməyib ona mən söz deyə bilmərəm. Ona Azərbaycan o məhkəmə sistemi qərar verəcək. İndi nə dərəcədə haqlıdır, haqsızdır, onu mən deyənmərəm. Nə dərəcədə haqlı və yaxud haqsız qərar verəcək, onu da deyənmərəm. Amma mənim demək istədiyim ayrı şeydir. Baxın, Gültəkin Hacıbəyli çox ciddi bir strateji səhvə yol verdi. Nədir bu strateji səhv? Əvvəla, hətta məhkəmədən qabaq, onu həbs eləməmişdən qabaq deyirdi ki, mən qaçmamışam, mən gəlmişəm bura, buradan da qayıdacağım. Amma indi məlum olur ki, məhkəmədən qorxur, öz qorxur, o məhkəmədən qorxusunu da büruzə verir, açıq şəkildə. Deyir ki, məni orada məhv eləyəcəklər, Boraltan, nə bilim, ittiham eləyir. Türkiyə dövlətini ittiham eləyir. Bəli, bəli. Və ikinci böyük bir səhvi nədir? İkinci ən böyük bir səhvi odur ki, PKK-ya gedib güvənir, gedib PKK ilə əlbir olur. Yəni, əlbir olur deyəndə ondan himayə gözləyir. Bilirsiniz, Dem partiyası PKK-nın siyasi qoludur, düzdür mü? Bəli, bəli, siyasi qanadıdır. Siyasi qanadıdır. Bu, Dem partiyasının millət vəkilləri tərəfindən müdafiə olunur və onlara müraciət edir, onlardan imdad diləyir. Bizim bu şey söndürmür. Burada məndə nəsə biraz... Yox, hələ sönmür. Məsələn, internet çox zəifdir biraz. Yəni, bir imdad diləyir ondan. Bu imdad diləməsi ilə əslində onun haqqında irəli sürülən ittihamları dolayısıyla təsdiqləyir. Mən nə mənada? O mənada ki, o sübut edir ki, mən hətta PKK ilə də əməkdaşlığa gedərəm. Zaten onun iddiamı nə idi? Ona qarşı irəli sürülən iddiam odur ki, sən Rusiya ilə əməkdaşlığa gedirsən. Rusiya ya PKK. PKK ilə sən əməkdaşlığa gedirsənsə, deməli, Rusiya ilə də gedərsən də, məntiq bunu deyir. Məhz bu məqamlarda Gültəkin Hacıyevanın mən strateji səhvlərə yol verdi. Mən demirəm, onu mən deyənmərəm, o həqiqətən Rusiya ilə əməkdaşlıq eləyib, eləməyib. Onlar ki, o öz qorxusundan gedibdir, belə deyək də, qorxu bəzən insanları o istəmədiyi, arzulamadığı yollara da baş vurmağa vadar edir. Əgər vadar edibsə bundan, o qorxusundan bunu edibsə, bu strateji səhvdir. Yox, bu elə o yolun yolsuzsa, belə deyək də, elə gah Rusiya, gah nə bilim, o PKK-ya güvənib, onları arxalanıb, Azərbaycan hakimiyyətinə təzyiq eləmək xəttini tutubsa, vallahi bunun adı xəyanətdir. Yəni, iki yol var, ya strateji xətt bir şey səhv edir, ya da xəyanət edir. Mən belə qiymətləndirirəm. Bunun da, yenə deyirəm, dəlili nədir? Bunun da dəlili odur ki, bu gedib PKK-ya müraciət edir ki, məni qoru.